Doğuşda cərrahi üsul hansı hallarda tətbiq edilir? Səhiyyə Nazirliyi Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun həkim-mama ginekoloqu Pərvin Adıgözəlova bu sualı səhiyyə.gov.az saytına verdiyi müsahibədə cavablayıb. Cərrahi doğuş yalnız göstəriş olduqda, təbii doğuş ananın və ya dölün sağlamlığı üçün təhlükəli sayıldıqda tətbiq olunur. Elə hallarda var ki, müəyyən diaqnozlara əsasən doğuş başlamamışdan əvvəl planlı şəkildə qeysəriyyə əməliyyatına ehtiyac yaranır. Həkim doğuş zamanı qida və maye qəbulu ilə bağlı nələrə diqqət edilməli olduğunu da qeyd edib. Doğuş zamanı qadının gücünü itirməməsi üçün yüngül və ya az porsiyalarda qidalanmağa icazə verilir. Meyvə, kompot, az miqdarda şirniyyat, çay və ya xəstəxanada verilən xüsusi yeməklərlə qidalanmaq olar. Hamiləlik boyu isə balanslı və zülallarla zəngin vitamin və minerallar baxımından dolğun, tərəvəz əsaslı qidalanma tövsiyə olunur. Bu, körpənin sağlam inkişafına, doğuşun isə daha rahat və təhlükəsiz keçməsinə şərait yaradır deyə mütəxəssis bildirib.